Göyçayda intihar hadisəsi baş verib. Hadisə mart ayının 6-sında günorta saatlarında rayonun İnçə kəndi ərazisində, hazırda dayandığımız bu həyətdə baş verib. Belə ki, kənd sakini 43 yaşlı Gülnarə Səmədova həyətindəki meyvə ağacından özünü asaraq həyatına son qoyub. Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və onun meyidi ərazidən götürülərək adiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, Gülnarə Səmədova 6 uşaq anasıdır. Onun böyük övladının 18, kiçik evladının isə 5 yaşı var. Mən dedim ki, ona getmə işə. Dedi, yox, mən işləyəcəm. Allah bərəkət versin. 630 manat sosialdan alıram. 600 manat özüm alıram çobanlıqdan. Dedim ki, lazım deyil də işləmə. O da dedi ki, yox, mən gedib işləyəcəm. Mən uşaqları təhnə tər baxıysan sən, mən də sənə köməkli eləyim, işləyək. Onun üstündə sözümüz biraz elədi. Dedi ki, yox, mən işləyəcəm. Dedim, ged işlə. Gedib bu parniklərdə, bağlarda işləyirdi. Günə 15 manata, 20 manata. Hədə uşağın da alırdı, yanına gedirdi. O da gəlirdi, belə alındı. Deyirsən ki, yorulmuşam, ağrınam. Dedim, onda getmə də işə, qal öydə 2 gün, 3 gün istirahət. Bu qarlar yağdı. Allah hamd olsun, qarlar da olmaz, saxlayamadı. Getdi o qarlarda, soğuqda, o şaxtada, marozda. Səhər saat 5-də gedirdi, 5-də. Gecə saat 9-un yarısı gəlirdi. 9-da qadın xeyla gələr evə. Gəlməz axı. Bəs bu balalar qalıb, öydə 6 dənə bala qoyub geçsən. Bəs onlar da yazıqda, bu məktəbi var, yeməyi var, içməyi var. Mən də istədim ki, buna görə işləməsin, otursun evdə mənim uşaqlarıma baxsın. O da ehtiraz elədi ki, yox, mən gedib işləyəcəm. Aradan da biraz keçdi, mən də çıxdım, getdim işimə. Keçən ayın 24-ü getmişəm. Martın 6-sı eşitdim ki, özüm asıb. Uşaqları yola salıb, böyük gedəmə, uşaqları verib balaca uşaqları ki, aparım məktəbə, bağçıya. O da yazıq aparıb məktəbə qaydanda gəlib gör ki, anası buradan asıb özün. Valla bunlar yaxşı dolanırdı, heç nə. Yaxşı dolanırdı, çıxdı, getdi işə, heç nə. Bu deyir ki, getmə işə, belə. Yaxşı dolanırdı, hər şeydə eləyirdi. Nə döymürdü, nə söyümürdü, heç işini eləmirdi. Yazıq, heç şeyini eləmirdi. Mən öyle yox idim, işləydim. Gəldim, yoldaşım da yox idi, yoldaşım da qaynanam geldi, uşağı da xəstə, onları qoyub getmişdim. Gəldim, gördüm, millət deyib, tökülüb qapıya. Qeyd edək ki, valideynləri Gülnarə Səmədovanın meyitini İsmayıllı rayonuna aparıblar və orada dəfn ediblər. Hazırda faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.